Birləşmiş Ştatların da tarixini izləyir, İranın da tarixini izləyir və İran indiki vəziyyətdə Birləşmiş Ştatlara qətiyyən inamı yoxdur. Qətiyyən inamı yoxdur. Və Cenevdə danışıqlarının gedişatı zamanı, yəni növbəti round danışıqlara hazırlaşan vaxt müharibə başlayıb və nəzərə alsaq ki, İran terminologiyasında Birləşmiş Ştatları şeytani bozorg, yəni böyük şeytan deyirlər. Təsadüfən yaranmayıb və bu gün də belə hesab edirlər. Çünki eyni hakimiyyətdir İranda. 1979-cu il inqilabı və 52 nəfəri də əsir götürüblər Birləşmiş Ştatlar diplomatlarını. Düzdür, yadınızlarda həmin hadisələr. Orada bir səhnə var. İranla da, İraqla da müharibəsi gedirdi. Nümayəndə heyəti gəlir ki, bəs Xamneyni ilə görüşsün. Xamneyni deyir, görüşmürəm. Niyə görüşmürsən? Rıza Şah Pəhləvini təhvil verin, sonra görüşərəm. Deyirlər, yox, Rıza Şah Pəhləvinin adamı deyil. Gələn, deməli, Carter'ın adamı deyil. Gələn prezident olmaq istəyən Reagan'ın adamıdır. Deyir, onu da qəbul edirəm. Qəbul edir və nümayəndə heyəti Xamneyniyə deyir ki, sizdən xahişimiz odur ki, sizdə 52 nəfər bizim diplomatımız əsir götürmüsünüz. Bizdə 1980-ci il noyabr ayında prezident seçkilərdir. Xahişimiz budur. Həmin vaxta qədər bu 52 nəfər döyün, söyün, öldürün, ad saxlayın, özünüz bilərsiniz. Həmin seçkiyə qədər azad eləməyin. Tərcüməçi ingilis dilində tərcümə edir. Xamneyni hesab edir ki, tərcüməçisi yanlış tərcümə elədi. Və deyirsə 10 milyonlarla pulu verir bunun müqabilində. Deyir, yəqin səhv tərcümə edib. 10 milyonları verib, 52 nəfəri geri almaq istəyirlər. Təzədən tərcüməçi deyir ki, siz bu milyonlarla dollar bizi pulu verib, o 52 nəfər azad etmək istəyirsin, yoxsa azad etməmək? Deyir, azad etməmək. Onda deyir, Xamneyni fikirləşir, gülümsüyor, deyir ki, şeytanı bozorg. Yəni o vaxtdan Amerikaya qarşı İranın bu mövqeyi formalaşır və bu gün də eyni mövqedədirlər, bu gün də. Və onlar hesab edirlər ki, Amerika ilə razılaşma əldə edə bilərsən, amma ola bilsin ki, bir saatdan sonra vəziyyət dəyişsin.